Dəyərli izləyicilər, hamını salamlayıram. Budur növbəti gün və növbəti tıraş və bugünkü tıraşın sədaqəkarları, qəhrəmanları olacaqlar. Artıq tanıdığınız və sevimlisinə çevrilən mənim üçün 22 milli notla olan belə porsuq fırçası, iki xalqa, iki rəngə olan budur. Sudadır, qoy qalsın, biraz da yumşalsın və deməli sabun olacaq. Yoldaş da Nicat abiyə böyük təşəkkürlər. Mən yəni təxmini bilirəm ki, nə əziyyətlə o əldə edib bu sabunları. Çox təşəkkür edirəm. Deməli müəssisəyə aid olan belə bir sabun. Bu deməli aloe vera shaving soap. Almanya istehsalçısı. Bir neçə video öncə deməli həmin bu müəssisənin digər sabunu artıq testdən keçirtdik və bu illəri deməli bu aloe vera tərkibli sabunu da deməli testdən keçirdəcəyik. Budur, birinci dəfə açıram və qablaşmadan. Onun burada belə yapışqanı var. Ehtiyatla belə ki vaxtda belə yararsız hala düşməsin. Əllərim quruyub pis gündədir yoldaşlar. Məsələ bilmirəm. Budur sabunumuz. Bunun qoxusu o sandal ağacından daha belə xoşa gələndir. Çox xoşuma gəldi, bəyəndim. Askırmağım gəldi. Budur sabunumuz. Azca isti su əlavə edin bu qaba və üzü aşağı qoyub ki, biraz yumuşalsın sabun. İsti su gələnə qədər biraz gözləyək. O zaman deməli çox hörmətli Şahin müəllim, deməli çox sağ olsun. Deməli belə deyək, ən son bizə qoşulan, bizim qrupumuza qoşulan şəxsdir mən bildiyim qədər, yoxsa yox, səhv etdim. Bir sözlə Şahin müəllim, çox sağ olun Şahin bəy ki, belə bir krem və deməli bu krem deməli После бритья Svoboda adlı və müəssisənin adı əgər Moskva Svoboda adlı müəssisəyə aid olan Rusiya istehsalıdır. Made in Russia yazılıb burada. F vitaminlə, F vitamin bildiyim qədər yəni sağaldıcı effekti verir dəridə və biz azca suyu əlavə eləyək qabımıza. Azca da. Sabunu bunun içinə qoyuruq ki, biraz yumşalsın. Davam edirik. Deməli, kremi mən sizə nümayiş etdim. Burada isə mənim üçün çox belə deyək, çox sağ olsun birinci növbədə Şahin müəllimə ki, tapıb və təqdim edib, üstəgəl məlumatı da verib. Belə bir deməli adikolondur, buket, visenni, yəni bahar buketi. Budur, yoldaşlar. Digər tərəfdə isə belə yazılar var. SSR vaxtından qalan yazısıdır təbii ki. Amma altdan yəni ki 2030-cu ilə qədər yəni mən bunu istifadə edə bilərəm. Bu adikolondur yoldaşlar və Gorod Zakatala yoldaşlar, yəni Zakatala şəhərdə istehsal olunur. Gülşən adlı deməli səhmdar cəmiyyəti 1979-cu ildə təməl qoyulub. 1982-ci ildə 6 növ adikolon, 5 növ ətir və 1 növ lasyon. İndi hansılardır bilinmir. Adikolonlardan biri əlimizə düşüb. Qoxu yoldaşlar, qoxu o Sovet vaxtın babalarımız istifadə etdiyi qəşəng dozator var, nazik belə. Qoxu klassik qoxudur. Artıq mən bilmirəm neyim, sevdiyimdən yer tapa bilmirəm. Bir klassik bir qoxu olan, klassik bir lasyon, adikolon, çox üzr dilərsin. Və üstə gəl yerli istehsal, yəni Zakatala şəhəri Gülşən adlı səhmdar cəmiyyəti tərəfindən. Əsas səbəbkar isə üz qırxanımız olacaq Kampfe tərəfindən istehsal olunan belə bir üz qırxan. Bilmirik bu nəyin saxtasıdır. Burada Kampfe yazısı da var. Çox qəşəng bir üz qırxandır. Performansı yoldaşlar, elə bil ki
R41'ə yaxın, bəlkə də ondan da effektiv bir üz qırxan da, amma R41-dən fərqli olaraq deməli hiss etdirmir ki, yəni çox komfortlu tıraş alınır. Amma nəticədə çox yaxın tıraş alınır və dəriyə kifayət qədər ziyan da vurur. Mənim yadımdan çıxdı, pre-shave üzümə çəkim. O ki, Prarassanın deməli göy rəngində olan belə bir pre-shave istifadə edəcəyik. Tez bir zamanda üzümə çəkim yoldaşlar. Bizimlə qalın. Heç yerə getmir. İndi qaydıram. Tez bir zamanda üzümə çəkim. Görək nə gəl başımıza. Artıq bu üz qırxanın məharətini bilirəm, çünki işte olarkən sınaqdan keçirdim və mən anlamırdım ki, niyə görə mənim üzüm püskünə düşür. Sizdən bu çox effektivdir ona görə. Mən elə düşündüm ki, yəni ki, bəlkə mən hansısa bir bucağı elə saxlamıram və yaxud bir sözlə bir neçə sınaqdan sonra biraz tiyələri yumşaq qoyduqdan sonra tıraş biraz alındı. Və məhz bu səbəbdən də biz Treat Platinum belə tiyələri istifadə edəcəyik. Onu da qeyd edim ki, deməli bu üz qırxanın 3 növü var. Yəni 3 belə deyək aqressiya ilə satılır. Birinin qəpi deməli 0.68-dir. Bu 0.85 qəplə olandır. Onu nədən bilə bilirik? Deməli yoldaşlar, bunu söksək bu müxtəlif hissələrə, burada görəcəyik ki, 2 dənə üstə gəl bu qıraqda yazılıb. Bilmirəm, görə biləcəksiniz kameradan yoxsa yox. Və görə bilməsəz üzrlü sayın. Bu tərəfdədir. Həmçinin plitədə də 2 dənə üstə gəl var bu qıraqda. Budur, bilmirəm, görə biləcəksiniz yoxsa yox. Görənməsəz üzrlü sayın. Budur. Deməli, bu bizə aqressiyanın nə qədər olduğunu deyir. Bu 0.85 və ən aqressiv versiyası isə deməli 0.99 milli qəplə olandır. Ekspozisiyaları nə qədərdir bilmirəm. Satıcı öz növbədə o məlumatı bölüşmür. Üstəgəl çox sağ olsun satıcı. Mən bu üz qırxanı Comfy deməli bu müəssisəyə aid olan üz qırxandır. CNC dəzgahda hazırlanıb və deməli satıcı nə kimi üzrxahlıq elədi mənim üçün. Mən xahiş elədim ki, bəs bu başlıq hissəni etsin, düzəltsin. Deməli bizim üçün burada saxlasın paslanmayan poladdan, amma sapı indi rəngdə etsin titan metaldan və bu titan deməli sapıdır. Nəyə oxşadırlar yoldaşlar? Bu sap deməli Timeless ABŞ-a aid olan bir müəssisəyə aid olan belə Timeless adlı müəssisəyə aid olan bir sözlü sapdır. Onların üz qırxanlarda bu növ sapları olur. Çox qəşəngdir, çox belə deyək hani bunun şaibası sözü tapa bilmirəm, ona görə vaxtı uzadıram. Deməli ergonomik, bəli, ergonomik və eyni zamanda bu çəki söhbəti ki başlığa olsun deyə hardasa buralardadır, görürsünüz. Budur üz qırxanımız Treat Platinum birinci istifadədə və davam edirik. Yoldaşlar, sizin vaxtınızı almayaq, biraz sürətlənmək. Bunları atıram qırağa. Çox əziyyət çəkirəm, burada isti olur hər dəfə. Çox üzrlü sayın. Və bizim sabunumuz, deməli bizim fırçamızı sıxırıq və yığırıq sabunu fırçaya, sabunun üstündən. Deməli, məndə başqa bir Avstriya Haslinger'dir, nədir, belə bir sabunum var. Bir sözlə, o xoşuma gəlmədi onun performansı. Amma bu Müller şirkətə aid olan bu sabunlardan, yəni bundan qabaq bir sabunla istifadə etdim. Deməli, nə idi onun qoxusu, ay Allah?
Sandal ağacı qoxu ilə olan. Yəni mənim çox xoşuma gəlmişdi. Qoxu sintetik deyildi, yəni təbii idi. Burada da həmçinin həmin qoxu belə sintetik deyil, sanki belə təbii qoxudur. Bunu nətər eləyək? Bunu deməli heç mən üzümdə davam edəcəyəm onu elə köpükləndirməyə. Biraz da su əlavə edin bura fırçaya və bu eyni zamanda biraz ehtiyatlı olaq ki köpüğü dağıtmayaq. Budur. Məncə hazırıq. Burada tələsməyək, biraz ehtiyatı əldən verməyək və davam edək tıraşımızı. Biraz silək üz qırxanı. Hazırdır, devam edirik yoldaşlar. Bakın barklardan başlayırıq. Burada biraz təzyiqi minimum edək. Çünki mən dediyim kimi üz qırxan həddindən artıq effektivdir. Yəni bildiyiniz yerə 41'dir yəni ki, o qədər effektivdir. Haçan nə oldu? Heç çatdıra bilməyəcəksiniz. Yəni haçan çapıq saldı, falan saldı. Buna görə ehtiyatı əldən verməyək. Deməli yoldaşlar, deməli Trit Platinum bu üz qırxana düz yerinə düşdü. Yəni ki, sanki Deməli, birinci tıraşda mən bu üz qırxanı ümumiyyətlə anlamadım. Yəni ki, üzümü gördünüz çapıq eləmədən dərhal salır. Yəni ki, çox effektivdir. Ona görə mən anlamadım. Yəni ki, biraz təzyiq etdim sözümüzü. Ona görə tıraş belə çox belə deyə qanlı alınmışdı. Görək bu dəfə nə gəlir başımıza. Hal-hazırda deməli köpüğün, sabunun performansı çox yüksəkdir yoldaşlar. İçeride çok istidir. Belki ben qapıları açım. Çok istidir. Dözülməz dərəcədə istidir. Biraz açaq hava gəlsin. Huzurlu sayın. Devam edirik köpükləndirməyə özümüzü.
Budur yoldaşlar, artıq hiss edirəm ki 140 kifayət qədər effektiv oldu. Davam edirik. Fikir verdinizsə yoldaşlar, bir çox görsüz çapıqlar saldı, mikro çapıqlar 140. Yəni ki, onu deyirdim ki, sizə yəni çox effektivdir. Hazırdır yoldaşlar, tıraşımız. Hər iki pərdə sona çatdı. Bir çox xırda çapıqlar saldıq. Məhz onu mən deyirdim. Nə təzyiq etdi, nə bir şey. Və üstəgəl trit platinum tiyələr, yəni kifayət qədər yumşaq tiyələrdir. Ona baxmayaraq yenə xırda çapıqlar əmələ gəldi. Onu qeyd edirəm ki, yəni bir sözlə üzümü yaxalayıb qayıdıram yanınıza. Və budur yoldaşlar, yenə də sizinləyəm. Gülşən, deməli, ətriyyat və nə bilim nə parfümeriya fabrikası, Zakatala şəhəri, Gülşən Səhmdar Cəmiyyəti. Budur. Məndən bir qışqırıq çıxacaq, cəmaət bu yatır. Budur yoldaşlar. Dozatoru çox qəşəngdir, xırdadır. Wow. Görək nə gəlir başımıza. Gel. Yanlarını töktü. Of. Çok qəşəng qoxu var, hoşuma gəldi. Çox qəşəng, çox gözəl. Adikolondur yoldaşlar. Adikolondur, çox spirtlidir. Üz necə qırxılıb, milçək qonsa, yəni sürüşüb aşacaq. Yəni qona bilməz. Bu dövrü qurutdu üzümüzü tamamilə. Adikolon və dalınca da Svoboda adlı müəssisəyə aid olan belə krem, deməli tıraş sonrası kremi. Çox sağ olsun. Şahin abi təzədir yoldaşlar. Allah razı olsun. Çox sağ ol. Şahin. Allah sənə kömək olsun. Çox sağ ol. Budur. Ay düşdü. Kremimiz. Məncə bu qədər bəsdir. F vitaminləri xərcləməyək. Davam edirik. Məncə biraz lazım olacaq. Az oldu. Budur.
Üzülürsən. Və qayıdıram yanınıza. Təfərrüfatlara. Nə kimi hisslər keçirtdi yoldaşlar? Başlayaq adikalondan. Yəni ki, mənim deməli bu sevincimin həddi belə deyək, axırı yoxdur. Yəni ki, bizim yerli Zaqatala şəhərin adikalonu yoldaşlar. Çox gözəl, çox sevindim. Sevindirici haldır həqiqətən. Və kifayət qədər də belə deyək, səviyyəlidir. Deyirlər biraz zəifdir, amma heç də zəif deyil, normaldır. Çox qəşəngdir. Çox xoşuma gəldi. Yay üçün ideal olar, çünki qurudur üzünü. Yayda bizdə siz də bilirsiniz ki, üzümüz yağlanır və əsl yayın malıdır. Deməli, tıraş sonrası kremi F vitamini ilə dərhal hiss elədim. Bütün deməli bizim fikir verdinizsə, deməli bizim bu adikalondan sonra yenə də videoya baxacağam. Bu qədər canlanmamışdı bu zatlar, deməli xırda çapıqlar, amma kremi deməli üzümə çəkən kimi bütün belə deyək, zatlar canlandı, çapıqlar. Krem F vitamini ilə çox xoşuma gəldi. Həm dərini sakitləşdirdi. Qoxu falan yoxdur. Biraz stomatoloji ilə dərman qoxusu gəlir. Belə bir qoxu yoxdur. Sabun, mülə, yəni ki, çox qəşəng idi, çox qəşəng. Çox xoşuma gəldi, çox razı qaldım. Yenə də dönə-dönə deməli Nicat abiyə öz təşəkkürlərimi bildirirəm. Çox sağ olsun, Allah razı olsun. Getdi, əslində işi gücü tam ayrı idi. Sağ olsun, yaddan çıxartmadı. Həmin ərəfədə bizə hədiyyə olaraq çox sağ olsun, Allah razı olsun Nicat. Allah canını sağ eləsin, Allah köməyin olsun. Budur fırçamız. Çox kiçik bir fırça. Təsəvvür edin ki, burada da dünənki fırça, Zenit və bu. Görün nə qədər boyda fərq var. Yəni ki, üzdə işləmək üçün yoldaşlar ideal bir variantdır bu, deməli bu fırça. Məhz bu tez bir zamanda belə götürüb üzdə işləməyə əsl deməli hələ o işlər üçündür bu fırça, belə deyək. Dizaynı ondan ötəridir. Sabunumuzu yaxaladıq. Veririk qırağa. Sabunumuzu da yaxalayaq. Sabuna bir söz ola bilməz. Sabun mükəmməldir yoldaşlar. Əgər alsanız, yəni peşman olmazsınız. Bilmirəm, indi nə müddətdə deməli xidmət edəcək, onu yalan olaram idən isə desəm, çünki istifadə etməmişəm heç vaxt, birinci dəfədir istifadə edirəm. Sonra keçək əsas səbəbkara yoldaşlar. Bu Campfe'nin bu üz qırxanı belə təxmini cizgilərə görə oxşadıblar. Təbii ki, bunun sapı da deməli oxşadıblar bizim tanınmış kifayət qədər bu klassik islak tıraşda olanlar tanıyır. Deməli, Timeless adlı bir müəssisə var və onların bu üz qırxanlara oxşadıblar. Amma yenə də o deyil. Yəni dizayn olaraq düzdür, başlıqda biraz nə isə var, amma o deyil. Ona görə yəni əminliklə yəni ki, birə-bir deyil. Başqa belə deyək, saxta deməli bu üz qırxanlara nisbətən, yəni ki, baxanda, yəni ki, bu o deyil. Sapı sapı oxşadıblar. Amma başlıq başqadır. Başlığın mən dediyim kimi 3 deməli aqressiyadadır. 0.68, 0.85 bizdə olan və 0.99. Mən ortalanmanı götürdüm, amma ortalanmanın belə performansı çox yüksəkdir. Gündəlik tıraş üçün deyil. Qeyd edeyim, yəni ki, kifayət qədər effektivdir, həddindən artıq çox effektivdir. Yəni cəmi 2 belə deyək, pərdəyə bir bölmə, bir əksinə heç nə. Ayrı bircə burada biraz nəsə etdim. Heç ona ehtiyac yox idi. Hətta sonralar biraz bir növ peşmançılıq kimi çəkdim. Gördüyünüz bu çapıqlar məhz ona görə əmələ gəldi sonda. Etməsəydim olmayacaqdı. Yəni ki, belə Treat Platinum bu
üz qırxanda özünü ən pozitiv tərəfdən göstərdi. Yəni ki, bu tiyələrin üstündən xətt çəkmək mümkün deyil. Bilmirəm, yəni pis, yəni çox belə deyək, dəriyə qarşı biraz bizi xilas elədilər. Əks halda misal üçün biraz belə deyək, kəskin iti tiyələrdən istifadə etsəydi üzümüz, yəni nəticə tamamilə başqa cür olardı. Məncə bu qədər. Bütün iştirakçılar haqqında danışdım. Həm yeniliklər oldu. Yəni sabundur, aftershave, adikolondur. Sonra nə, bu krem, tıraş sonrası üz kremi, yəni ki, hamısı mükəmməl bir, belə deyək, sonda bir yerdə bir ansambl olaraq performans pis alınmadı. Artıq çapıqlar da yoxa çıxdı, bir şey yoxdur, dəri də sakitləşdi, heç bir problem yoxdur, ideal bir tıraş alındı. Yoldaşlar, məncə bu qədər. Bu məqamda sizinlə sağollaşıram. Sağ olun, gələn görüşlərə.